Salam əzizlər, mən Hüseyn Qulzadə. Kim yatıb, kim var gecə veşindən hamınızı salamlayıram. Hər vaxtınız xeyir olsun. Bugün ağzımı için çəksən, sana bir kameraman olmuş, biraz oyanlıq çəksən. Bugünkü verilişimiz də çox maraqlı olacaq, onu da deyim. Əzizlər, bizim çox tanınmış qonağımız indi buradadır. O qədər bilgiyə sahibdir ki, yəni istənilən suala cavab verəcək. İndi sizin də alqışlarınızla onu bura dəvət etmək istəyirəm. Buyursunlar. Hər vaxtınız xeyir. Salamlayın izləyicilərə zəhmət olmasa. Bizi izləyən hər kəsi salamlayıram. Axşamınız xeyir olsun. Sizə bugün çox maraqlı suallar verəcəyik. Hətta sualları ki hazırlamışam, yəni hazırdır. İstəyirsə başlayaq. Buyurun. Bax, eşşək var ha, eşşək. Yəni bu eşşəklər niyə həmişə belə Müəllim eşşək bildiyim mənə nə tutub deyirsən, o tərəfə tut ha, istəyirəm o tərəfə. sual verəm, mən əsas başa düşməyim də, o mənə sual ver. Hadi eşşək bildiyim mənə tutub demə. Hə. Bax bu eşşəklər deyirlər, yəni insan içində. Hə, tutub demə, ay qardaş, o tərəfə eşşəkdir. Hə, yaxşı, indi verəm, həqiqətən. Eşşəklər niyə tərs olur? Yəni eşşəklər dediklərinə görə məsələn həmişə insan sığallamaq istəyir, nə birinin əlini dişləyir, birinə təpi vurur. Niyə eşşək kiməsə təpi vurur? Demə, eşşək sözü. Yox, sual verirəm, səhv başa düşmürəm, müəllim. Hə, sualdır. Zətim. Hələ eşşəkdir elə. Onu başım bura 5-ci suala keçiyor. 5-ci sual digərlərindən çətin və həm də fərqli sualdır. Çünki bu fərqli dillərdə, yəni sözlər deyəcək, o da bizə mənasını deməyə çalışacaq. Hazırsınız? Bəli, hazıram, şey müəllim. İndi bu heyvan olur ha, bir dənə heyvan xoruz var ha. Heyvan xoruz. Bəli. Heyvan xoruz? Yox, istədim, mən sualın başlığı var. Sualın başlığı elədi. Heyvan xoruza türk dilində nə deyirlər? Türkçə xoruz. Xoroz deyirlər. Sağ ol. Hə, türk dilində xoroz oldu. Bəli, İndi bəli. bəs ingilis dilində nə deyirlər? Cook deyirlər. Bəziləri cook deyirlər ingiliscə, bəzi ləzlərində elə bilər. Hə, cook deyirlər. Bəs rus dili nədir? Mən də rus dilində xoruza nə deyirlər? Hə, rus dilində p. Saqqaladan söz çatacağım. Verişdi o sualın başa bura. Mən xoruzun mənası soruşdum. Bilmir, yalandan. Verişdi. İndi isə keçək 6-cı suala. Verişdi onun başını bura. Əzizlər, indi isə 6-cı suala keçdik. 6-cı sual elmi cəhətdən çox çətin və hələ də araşdırılan bir sualdır. Yəni alimlər bir-birləri ilə mübahisə edirlər bu sual üçün. İndi həmin sualı Sinan müəllimə verəcəyik. Görək cavab biləcəkmi? Bu meymunlar olur ha. Deyirlər ki, meymunlar, yəni sual vermək istəyirlər sizə. Hə, bildim. Deyirlər ki, insanlar meymunlar məcəb. Sizcə bu düzdürmü? Onu mən biraz fikirləşim. Fikirləşin yəni. Elə mən fikirləşirəm, onunla mən yarı-yarıya razıyam. O alimin fikrindən yarı-yarı razıyam. Çünki sən yəni meymun görürsüz də zoopart həyatda. Yəni niyə də tüklü olur, çoxlu tüklü olur. Bəli, bəli. Mənim indi bir də mənim bədənimdə çoxlu tüklər var. Həqiqətən, Bəli, yəni yox indi efirdə yəni onu göstərə bilmərəm, amma bəzi yerlərini göstərə bilərəm. Məsələn, haranı qıçı göstərə bilərsiniz? Bəli, göstərə bilərəm. Onda, bəli, operator biraz yaxında sən qıçı biraz göstər hə? Bəli, məsələn budur. Oha, bu nədir? Gördün? Yəni alimin fikrindən mən 50-50 razılaşıram. Ola bilər insanlar meymundan əmələ gələ bilər. Yəni ehtimal var da deyirsiniz. Var, ehtimal var. Hə, bəli. İndi Sinan müəllim cavab belə oldu. Siz necə fikirləşirsiniz? Yorumlara yazın. İndi isə keçək digər suala. Kommentdə gözləyirəm. Bunun 7-ci suala keçək. Bəli. Əzizlər, indi isə 7-ci suala keçdik. 7-ci sual elə bir sualdır ki, yəni mən şəxsən özüm cavabını bilirəm, amma ətrafındakı heç kim ona cavab verə bilmir. İndi həmin sualı Sinan müəllimə verək, görək nə olacaq. Buyurun. Sinan müəllim. 6 təkərli maşın görübsünüzmü? 6 təkərli maşın görmüşəm. Yox, görmürəm. 4 təkərli maşın olur. Var, yaxşı fikirləşin. Harada görübsən? 6 təkərli maşın harda görürsən? Bu sən. Vay, dənə gözüm çıxdı. Maşının altında təkər olmur. 6 təkər ona deyirəm. Nə 6 təkər maşın görübsənmi? Nə 4 təkər? Mən nə bilim, necə bilmədim o sual. Bu da bizim alimimiz, alimzat deyir.